والآن مع استعراض الفريق الضيف من جمهورية أذربيجان، وهم يؤدون إحدى الفنون التراثية الأذربيجانية. Azerbaijan, land of fire. Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb. Bu barədə bilgini Dövlət Sərhəd Xidməti yayıb. Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Süvarilər dəstəsi, Milli Rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəng kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatır. Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən gürultulu alqışlarla müşayiət olunur. Xüsusilə diqqət çəkən məqamlardan biri Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu tədbirdə şəxsi iştirakı idi. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar edir. Dövlət Sərhəd Xidmətinin Süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yadda qalan hissələrindən birinə çevrilir. Bu parlaq təqdimat Azərbaycan mədəniyyətinin əzəmətini və bənzərsizliyini, milli kimliyimizi, atçılıq, musiqi və rəqs kimi irsimizi yaşadan ənənələrimizin beynəlxalq səviyyədə nə qədər dəyərli olduğunu bir daha təsdiq edir. Əbu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olmuş və Qarabağ atlarının, musiqimizin və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə edir.